Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən Laçın rayonunun yenidən qurulan Bəylik kəndində Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Bəylik kəndinə 41 ailə 163 nəfər köçürülüb. Biz bu sevinci şəhidlərimizin sayəsində yaşayırıq. Allah onlara qəni-qəni rəhmət eləsin. Valideynlərinə səbir dözüm versin. Qazilərimizə can sağlığı versin. Prezidentimizə uzun ömür can sağlığı versin. Bizə ki bu sevinci yaşatdı, torpaqlarımız alındı. Allah onu xalqımızın, dövlətimizin üstündə nəyisi eləməz. Sevinclə qayıdırıq öz yerimizə, yurdumuza. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizə can sağlığı versin.